Son dövrlərdə süni zəka texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq deepfake və rəqəmsal klonlaşdırma vasitəsilə hazırlanan saxta audio və video materialların yayılması qlobal miqyasda ciddi təhlükə mənbəyinə çevrilib. Bu cür texnologiyalar artıq təkcə fərdlərin deyil, dövlət institutlarının, yüksək vəzifəli şəxslərin və bütövlükdə informasiya təhlükəsizliyinin hədəfə alınmasında istifadə olunur. Elə hazırda biz real intervyuda mövzunu bu istiqamətdə davam etdiririk. Studiyada qonağım millət vəkili Azay Quliyevdir. Azay müəllim, hər vaxtınız xeyir olsun. Xoş gördük, hər vaxtınız xeyir. Təşəkkür edirəm, çox sağ olun. Təbii ki, deepfake və rəqəmsal klonlaşdırma ilə yeri gəlmişkən, bu yaxınlarda da sizin bununla bağlı parlamentdə bir təklifiniz olub və bu təklif də bildiyim qədərilə dəstəklənib. Ümumiyyətlə, hansı zərurətdən yarandı bu məsələnin gündəmə gəlməsi və bunun digər tərəfdən Azərbaycan üçün üstünlükləri nədir? Çox sağ olun, Hamidə xanım. Əvvəla bu vacib mövzu ilə bağlı mənə dəvət etdiyinizə görə təşəkkür edirəm. Həqiqətən də bugün rəqəmsal təhlükəsizlik məsələsi bütün dünya ölkələri üçün ən vacib məsələlərdən biridir. Bəli, süni intellekt texnologiyasının inkişafı, bununla bağlı bizim əldə etdiyimiz üstünlüklər var. Biz bunu həmişə qeyd etmişik və bilirsiniz ki, elə təsadüfi deyil ki, Azərbaycan prezidenti də, hörmətli cənab İlham Əliyev də Azərbaycanın süni intellekt texnologiyası inkişafı ilə bağlı, rəqəmsal inkişafla bağlı bir çox önəmli qərarlar qəbul etdi. Keçən il bilirsiniz ki, rəqəmsal süni intellektlə bağlı strategiya qəbul edildi. Bu ilin fevralın 11-də rəqəmsal inkişafla bağlı xüsusi toplantı keçirildi. Burada Azərbaycanın qarşısında duran vəzifələr müəyyənləşdirildi və nəhayət rəqəmsal İnkişaf Şurası təsis edildi və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva da Rəqəmsal İnkişaf Şurasına sədr təyin edildi və bu onu göstərir ki, süni intellektlə bağlı, rəqəmsal inkişafla bağlı Azərbaycan nə qədər maraqlıdır və bu artıq ölkəmizin, hökumətimizin bir nömrəli əsas prioritet istiqamətlərdən biridir. Ancaq təəssüflər olsun ki, bugün təkcə Azərbaycanda deyil, bütün dünyada bu texnologiyanın üstünlüklərindən istifadə edərək çox pis niyyətli, zərərli məqsədlər üçün də istifadə edənlər var. Belə demək mümkünsə, sui-istifadə edənlər var. Bu sui-istifadə halları son vaxtda təəssüflər olsun ki, Azərbaycanda geniş yayılmaqdadır. Yəqin siz xatırlayırsınız, bir neçə həftə bundan öncə hətta cənab prezidentin adından süni intellekt texnologiyasından istifadə edərək onun səsini və görüntüsünü klonlaşdıraraq saxta məlumat yayılmışdı. Bu, eyni zamanda digər bizim məmurlar haqqında, millət vəkilləri haqqında, ayrı vətəndaşlar haqqında da belə bir, mən deyərdim ki, cinayətə sürüklənən, cinayətlə bərabər tutulan addımlar atılmışdır. Əlbəttə, bütün bunlar hamısı təkcə bizim informasiya təhlükəsizlik sistemimizi zədələmir. Bu, eyni zamanda cəmiyyətdə, ictimaiyyətdə çaşqınlıq yaradır, informasiyanı manipulə edir və bir növ dövlət qurumlarında, dövlət institutlarında inamsızlıq yaradır və xüsusilə bu hal prezidentin özü ilə bağlı, onun ailəsi ilə bağlı yayıldıqda isə bu iki qat hesab edirəm ağırlaşdırıcı, cinayət kimi, ağırlaşdırıcı hal kimi qəbul edilməlidir və buna da adekvat deməli qiymət verilməlidir. Təəssüflər olsun ki, bununla bağlı Azərbaycan qanunvericiliyində müvafiq müddəalar yox idi. Bu da ondan qaynaqlanır ki, bir daha deyirəm, bu süni intellekt yeni bir fenomen olduğuna görə hələ bununla bağlı, onun yaratdığı risklərlə bağlı, etik qaydalarla bağlı tək Azərbaycanın bir çox ölkədə təbii ki, qanunlar var, xüsusi aktlar qəbul edilir, amma Azərbaycanla bununla bağlı məsələlər hələ də açıq idi. Və xüsusilə siz qeyd etdiyiniz kimi, bu da rəqəmsal klonlaşdırma ilə bağlı, deepfake ilə bağlı anlayışların Azərbaycan qanunvericiliyinə gətirilməsi və bilərəkdən, qəsdən, şəxsin razılığı olmadan onun səsinin və onun deyək ki, görüntüsünün klonlaşdırılaraq saxta kontent yaradılması, məzmun yaradılması əlbəttə bu birmənalı şəkildə cinayət hesab olunmalıdır. Və çox sevindirici haldır ki, dediyiniz kimi, Milli Məclisdə bu barədə, yəni fevralın 2-sində Milli Məclisin yaz sessiyası ilə bağlı iş planı müzakirə ediləndə bu məsələni biz qaldırdıq və hesab edirəm ki, çox doğru olaraq belə bir artıq təşəbbüsə dəstək verildi və bilirsiniz ki, mart ayının 17-sində artıq Milli Məclis birinci oxunuşda həm cinayət məcəlləsinə müvafiq dəyişiklik edilməsi, konkret olaraq deməli 148 prim 2 maddəsinin cinayət məcəlləsinə əlavə edilməsi
və bundan sonra 148 prim 2 deməli maddəsi cinayət məcəlləsinə əlavə edilmişdir. Bundan başqa 242 prim 1 maddəsi əlavə edilmişdir. 148 prim 2 maddəsinə əsasən şəxsin razılığı olmadan onun səsinin klonlaşdırılması, yaxud da onun səsinin və görüntülərinin süni intellekt texnologiyasından, yaxud da xüsusi deməli proqram təminatı vasitəsindən istifadə edərək onun deməli klonlaşdırılması, yaxud da onun səsindən istifadə edərək saxta məzmun hazırlanması birbaşa cinayət hesab olunur və bu cinayətə görə deməli ilkin olaraq əgər bu ilk dəfə törədilirsə, həmin cinayətə görə təxminən deməli 380 saatdan 460 saata qədər deməli ictimai iş və yaxud da deməli 3 ildən 5 ilə qədər həbs cəza tədbiri nəzərdə tutulur. Yəni əslində baxanda bu o qədər də çox deyil. Yer gəlmişəm onu deyim ki, bir çox ölkələrdə, deyək Britaniyada, Avropa İttifaqı ölkələrində bu cür qanunsuz, qanuna zidd əməllərə görə təxminən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur. Düzdür, bundan sonra həmin 242 prim 1 maddəsinə görə əgər eyni hal, yəni deyək ki, həmin o süni texnologiyadan istifadə, süni intellekt texnologiyasından istifadə edərək əgər pornoqrafik və seksual xarakterli deməli məzmun yaradılarsa və həmin şəxsin adından bu yayılarsa, onun nüfuzuna, onun ləyaqətinə, onun bütövlükdə deyək ki, fəaliyyətinə ciddi şəkildə zərbə olarsa, bu zaman artıq həmin maddə daha da sərtləşdirilir. 3 ildən 7 ilə qədər deməli azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Əlbəttə bunlar hamısı çox vacib və zəruri bir addımlardır. Çünki bilirsiniz, mən bir daha qeyd etmək istəyirəm ki, bugün texnologiya o qədər inkişaf edib ki, bundan sui-istifadə etmə hallar, təəssüflər olsun ki, çox yarar. Amma burada biri var, bunu sən hər hansı bir deyək ki, yəni bir məişət xarakterli bir saxtalaşma yol gedəsən, biri də var ki, sən bilərəkdən dövlət rəsmən adından, xüsusilə prezidentin və onun ailəsinə aid olan deməli məsələlərlə bağlı və onların ailə üzvlərinin, deyək rəsmə, ailə üzvlərinin özlərlə bağlı bu cür saxta şantaj xarakterli materiallar hazırlayıb yayasan. Burada məqsəd təbii ki, dövləti gözdən salmaqdır, dövlət məmurlarının inamsızlığı aşılamaqdır, eyni zamanda bizim milli və ictimai təhlükəsizliyimizi deməli təhdid etməkdir. Buna görə bütün bunların hamısının qarşısını almaq üçün hesab edirəm ki, çox sərt tədbirlər görülməlidir. Hətta mən düşünürəm ki, həmin o sanksiyanı daha da artırmaq lazımdır. Çünki orada biz həm də maliyyə sanksiyası nəzərdə tutmuşuq. Təxminən 7000 manata qədər deməli cərimə sanksiyası nəzərdə tutulur. Mənə belə gəlir ki, cərimə sanksiyalardan yanaşı, təbii ki, xüsusi ağırlaşdırıcı hallar və əgər bu cinayət qrup şəklində əlbir olaraq həyata keçirilirsə, bir neçə şəxsə qarşı həyata keçirilirsə, yaxud da şəxsin deməli ictimai vəzifəsini, yaxud da dövlət rəsmi vəzifəsini icra edən zaman bunlar həyata keçirilirsə, əlbəttə bütün bunların hamısı ağırlaşdırıcı hallar kimi nəzərdə tutulur. Amma mən hesab edirəm ki, dövlət başçısına qarşı, onun ailəsinə qarşı törədildiyi halda bu daha çox ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir və cəza da sərtləşməlidir. Həm də burada Azay müəllim, qarayaxma kampaniyası var. Bununla bağlı hansı addımlar atılmalıdır? Ümumiyyətlə, qarayaxma kampaniyasının önündə kimlər dayanır? Bilirsiniz, elə çox yaxşı məsələ toxundunuz. Bilirsiniz, bir neçə gün bundan öncə Dövlət Təhlükəsizlik Xidməti məhz bununla bağlı çox uğurlu bir əməliyyat həyata keçirdi. Prezidentin ailə üzvlərinin biri ilə bağlı həyata keçirilən bu şantaj, qarayaxma, böhtan kampaniyası tam şəkildə ifşa edildi. Bunun özü bayaq qeyd etdiyimiz kimi kifayət qədər ağır cinayət hesab olunur və burada maraqlı məqamlardan biri budur ki, Dövlət Təhlükəsizlik Xidməti burada bir şəbəkəni ifşa etdi. Həm Azərbaycanda olan, həm də xaricdə olan o blogerlər, hansı ki, ondan uzun müddətdir bundan bağlı bu cür tərbiyəsiz və şərəfsizcəsinə kampaniya apardı ölkəmizə qarşı. Burada əlbəttə ki, sual verirsiniz ki, hansı məqsədlər ola? Birinci məqsəd isə biz həmişə bunu demişik. Azərbaycan nə qədər ki, öz milli maraqlarını qətiyyətli şəkildə qoruyursa, Azərbaycan prezidenti nə qədər ki, öz dövlətinin, xalqının maraqlarını bütün maraqlardan üstün tutaraq, bütün təzyiqlərə, şantajlara boyun əyməyərək müdafiə edirsə,
o zaman bu cür fikir verirsə, bu qarayaxma kampaniyası, bu böhtan, bu ləkələmə kampaniyası və bu şər böhtan, necə deyərlər, ayaq açıb yeriyir. Bu, hesab edirəm ki, son dövrdə MSTT-xanın ifşa etdiyi həmin o şəbəkənin əsas amaclarından, məqsədlərdən biri də buydu. Bu bir məna şəkildə bu belədir. İkinci isə, bilirsiniz, hər zaman dövlət başçısı o hədəfə ona görə gəlir ki, bu və digər formada xarici kəşfiyyat orqanları, yaxşı, ayrı dövlətlər ölkəmizdən nə isə istəyirlər, Azərbaycana uyğun olmayan şərtləri rədd sürmək istəyirlər. Biz təbii ki, hər zaman bu olub. Bunu rədd edən zaman bu cür deməli üsullardan istifadə edərək təzyiq etmək istəyirlər. Yəni təzyiq siyasəti, təzyiq necə deyərlər, taktikası heç vaxt özünü doğrultmayıbdır. Bu zavallılar başa düşməlidir ki, bununla nə ictimaiyyəti çaşdırmaq olar, nə Azərbaycan dövlətinin, ya prezidentimizin tutduğu yoldan onu döndürmək olar. Çünki dəfələrlə tarix sübut edib ki, bu üsul bizdə işləmir və buna görə də əlbəttə ki, bununla bağlı hesab edirəm ki, cəza sistemi sərtləşdirməlidir. Ona görə sərtləşməlidir ki, digərlərinə də bir görk olsun, bilsinlər ki, artıq bu cür əmələ görə hansı cəzalar nəzərdə tutulur, onları nə gözləyir. Ona görə də Namidə xanım, mən bir daha sizə təşəkkür edirəm ki, bu məsələni siz gündəmə gətirmişsiniz. Çünki elə mən də düşünürəm ki, bu məsələni, yəni bu bugünkü müzakirə etdiyimiz mövzunu və Milli Məclisdə müzakirə olunan o cinayət məcəlləsinə əlavə edilən yeni maddənin mahiyyətini jurnalistlər tam şəkildə açmalıdır, maarifçilik iş aparmalıdır. Hamı bilməlidir ki, artıq bundan sonra bu cür qanunazidd əməllərə göz yumulmayacaq. Bax, bu qanunazidd əməlləri törədənlər qanunun qarşısında cavab verəcəklər. Buna görə də mən əminəm ki, bu deməli bizim deməli birinci oxunuşdan sonra ikinci oxunuş, üçüncü oxunuşdan sonra artıq qüvvəyə minəndən sonra artıq bu şəxslərlə bağlı məsələn qanunun bütün tələbləri çərçivəsində ən ağır qərarlar verilməlidir və məhkəmə təbii ki, bunların bu cür cinayətini tam şəkildə ifşa edib cəzalandırmalıdır. Əslində, digər bir məsələ isə maarifləndirmə tədbirləri ilə bağlıdır. Necə düşünürsünüz? Hazırda bu sahə ilə bağlı maarifləndirmə tədbirlərinin miqyası nə dərəcədə genişdir? Bax, mən də buna bayaq toxundum. Bu çox azdır. Bilirsiniz, bugün bizim bütün jurnalistlər, sosial şəbəkə istifadəçiləri, dövlətlə, millətdən bağlı olan şəxslər xüsusilə hansı ki, onlar bu cür hadisələr laqeyd deyirlər, mənim ki, bizim cəmiyyətin böyük əksəriyyəti bunu qınayır. Bunlar öz, necə deyərlər, platformalarında, öz imkanları çərçivəsində münasibət bildirməlidirlər və bu cür qanunazidd, bu cür belə deyək, şər böhtan dolu addımların təkcə bir şəxsə yönəlmədiyini anlasınlar. Bu, dediyim kimi, dövlətimizin milli təhlükəsizliyə yönələn bir cəhddir. Bu bir təxribatdır. Ona görə də maarifçi işi aparılmalıdır. Sosial şəbəkə istifadəçiləri, hesab edirəm bizi dinləyənlər, bu məsələ çox ayıq-sayıq olmalıdırlar. Hər bu olan o fake məzmunlu deepfake-ə, necə deyərlər, deepfake vasitəsilə hazırlanan bu məzmunlara, bu yazılara, yaxud da ki, bu foto və videolara inanmamalıdırlar. Bu birinci məsələ. İkinci, jurnalistlər bundan bağlı maarifləndirici işlər aparmalıdır, yazılar yazmalıdır. Bunun bir mahiyyətini açıb ortaya qoymalıdırlar. Məsələn, mən çox istərdim ki, bizim ayrı televiziya kanallarında bundan bağlı ayrıca bir veriliş olsun. Heç olmasa həftədə bir dəfə xüsusilə gənclərimizə, xüsusilə bizim, necə deyərlər, bu sahədə o qədər də məlumatı olmayan kateqoriyada olan insanlarımıza izah etsinlər ki, sizin o gördüyünüz bəzi o belə də tərbiyəsiz, o əxlaqdan kənar məzmunlar, bunlar Azərbaycana qarşı olan təxribatlardır, buna inanmasınlar. Və başqa bir tərəfdən isə, mən hesab edirəm ki, bu həm də bizim özümüzə lazımdır ki, biz öz övladlarımızı bundan qoruyaq. Bizim övladlarımız böyüyür. Bu övladlarımız bugün rəqəmsal asılılıqdan, bugün rəqəmsal təhlükəsizliyin yaratdığı o təhdidlərdən tam şəkildə sığortalanmayıbdır. Məsələn, indi deyirik, biz bunu dəfələrlə demişik ki, bu deməli, bizi bugün daha çox narahat edən həmin o manipulativ kontentləri hazırlayanların eyni zamanda o alqoritmlər ki, var ki, bu riskli və təhlükəli kateqoriyaya aid olan alqoritmlər var. Bunlar bizim gənclərimizi, bizim yeniyetmələrimizi, bizim insanlarımızı səhv yerə yönləndirir. Onların davranışını dəyişir, onların psixologiyasını pozur. Ona görə də maarifçi işi mütləq şəkildə aparılmalıdır. Bir də, Namidə xanım, bilirsiniz, mən bunu dəfələrlə demişəm, bir dəfə sizin televiziya vasitəsində, televiziyadan istifadə edib bu məsələni qaldırmışdım. Bugün biz açıq şəkildə qoymalıyıq ki, bu cür məzmunlu, qanuna zidd, saxta, fake, deyək ki, xəbərləri, məlumatları yayan platformalardan məsuliyyətə cəlb edilməlidir. Mən xüsusi nəzərdə tuturam Meta qrupunu, TikTok, YouTube,
Google kimi qlobal deməli şəbəkələr, yəni bunlar hansı ki xarici böyük şirkətlərdir. Bəli, onlar da buna məsuliyyət daşımalıdırlar. Onların məsuliyyətdən kənar qalması. Bəli. Amma qalmamalıdır. Çünki onlar da çox o zaman həmin o sosial platformalar üzərində bu cür fake məlumatlar, saxta xəbərlər yayılır və bu da təbii ki, cəmiyyət tərəfindən də müəyyən mənada etirazla qarşılanır bu cür hallar. Bəli, ona görə də bəli, tamamilə doğrudur. Çünki bilirsiniz necədir? Biz burada indi digər məsələlərdə toxunaraq vaxtımız varsa, biz burada məsələn digər bir deməli qanunverici etdiyimiz dəyişiklikdə İnzibat Xətalar Məcəlləsində biz orada bir müddəa gətirmişik, 388 səhv etmirəmsə, həmin maddəyə əsasən yəni süni intellekt texnologiyasından hazırlanan materiallar mütləq şəkildə nişanlanmalıdır, yəni etiketlənməlidir. Orada yazılmalıdır ki, bu material süni intellekt texnologiyasından istifadə edilərək hazırlanıbdır ki, bunu biz bilək. Təbii ki, bu bayaq dediyim məsələ aid deyil, çünki burada saxtalaşdırma və fake olduğuna görə bu artıq cinayət tərkibi yaradır. Amma digər deyək ki, istiqamətlərdə olan deməli, məzmunlar olarsa, yəni kontentdə yaradarsa, burada mütəbə olmalıdır. Amma biz bunu deyək ki, paylaşanı biz əsasən məsuliyyətə cəlb edir. Amma bunu yaradan, bunu öz platformalarında geniş şəkildə, kütləvi şəkildə yayan şirkətlərin məsuliyyəti necə olacaq? Bu da çox ciddi məsələdir. Ona görə də mən hesab edirəm ki, bugün nə qədər çətin olsa da məsələ belə qoymalıdır ki, həmin adların çəkdiyim beynəlxalq şirkətlər, YouTube kimi, ya TikTok kimi, yaxud da dediyim kimi Meta və digərləri, Google şirkətlərin Azərbaycanda nümayəndələri açılmalıdır. Mən bilirəm ki, bunlar buna çox meyil eləmirlər. Deyirlər, Azərbaycanda bazar kiçikdir, bizim orada qazancımız çox deyil. Yaxşı, onu da belədirsə, onu məsələn belə qoy, regional bir ofis açsınlar. Məsələn, Bakıda deyək ki, Orta Asiya və Cənubi Qafqaz üzrə bir ofis açıla bilər, böyük bir ərazini əhatə edir. Yaxud da Türk Dövlətləri Təşkilatının ərazisi olaraq Bakıda belə bir regional ofis açıla bilər. Düzdür, Türkiyədə var bu, qulaq deyək, Türkiyədə açılsın. Amma açılsın. Niyə? Dünyada belə bir praktika var. Əgər bunların xüsusi nümayəndələri olarsa, bizim müvafiq qurumlar müraciət etdiyi təqdirdə 24 saat ərzində həmin o təhlükəli məzmunlu, o deepfake-ilə hazırlanan, bayaq qeyd etdiyimiz Azərbaycanın ictimai və milli təhlükəsizliyinə xələl gətirə biləcək həmin o kontentlərin dərhal silinməsi məsələsi qoyulur. Əgər bunu silinməzsə, onda biz ona müəyyən məhdudiyyətlər tətbiq edə bilərik, reklam məhdudiyyətlər tətbiq edə bilərik, yaxud da maliyyə sanksiyaları tətbiq edə bilərik. Yer gəlmişsə, mən sizə deyim, məsələn, keçən aydan başlayaraq artıq İtaliyada 14 yaşına qədər uşaqların istifadə etməsi qadağan olunan deyək ki, alqoritmləri yaydığına görə Meta qrupu məhkəməyə verilmişdi. Və həmin məhkəməyə, mən deyirdim, 60-70 milyon avro civarında cərimə tətbiq edir. Yəni, bundan sonra həmin o beynəlxalq şirkətə heç vaxt İtaliya, o deyək ki, informasiya məkanında bu cür qanunsuz hərəkətlər yol verməyəcək. Niyə Azərbaycanın informasiya məkanı bu qədər açıq olmalıdır, bu qədər hücumlara həssas olmalıdır? Ona görə də mən sizə belə ki, addım-addım biz buna getməliyik. Və indi qayıdıram bizim əsas mövzumuza ki, çox vacib bir qərardır, çox vacib bir qanunverici təşəbbüsüdür və yer gəlmişkən belə bir təşəbbüsü irəli sürən bizim qanunverici təşəbbüsü subyektinə mən təşəkkür etmək istəyirəm ki, nəhayət Azərbaycanda bizim istədiyimiz, yaxud da bizim bugünkü reallığa uyğun olaraq meydana gələn bu yenilik gətirilir. Yəni, cinayət məcəlləsinə belə bir əlavə edilir ki, məhz dediyimiz kimi həmin o deepfake texnologiyasını istifadə etməklə hər hansı bir video və foto görüntünün yaradılması şəxsin razılığı olmadan, xüsusilə bu saxta xarakterli olması artıq cinayət hesab olunur və buna görə də cinayət məcəlləsi müvafiq maddələrinə əsasən həmin şəxsə qarşı ən ağır deyək ki, tədbirlər görülməlidir. Ona görə də bir daha qayıdıram Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə gün öncə bundan öncə açıqladığı həmin o məlumata ki, artıq bir qrup şəxs bu fəaliyyətin məşğul olan artıq ifşa olunubdur və əminəm ki, o prosesdə iştirak edən digərləri də ifşa olunacaq. İstər bu daxilli olsun, istər xarici olsun, kimdən asılı olmayaraq təbii ki, onlar Azərbaycanın qanunu qarşısında cavab verməlidir. Bu həm ədalətin bərpası olacaq, həm də qanunun aliliyi təmin edəcək, həm də dediyim kimi digərlərinə bir dərs olacaq ki, bundan sonra bu cür qanunsuz əməllərlə məşğul olmasınlar. Təşəkkür edirəm sizə Azam müəllim, çox sağ olun. Sağ olun. Bir də xatırladım ki, real intervyuda qonağım millət vəkili Azay Quliyev idi.